Mağazamıza bu günləri yeni partiya mallar gəlib. Yəni müxtəlif sahələr üçün müxtəlif növlərdir. Yəni standart, yəni tək çanta, qolbaq, bijuteriya üçün deyil təkcə. Yəni müxtəlif sahə üçün bir gün partiya mallarımız gəlib. İndi sizə o malların hər birini göstərirəm. Deməli belə bir skoç var, lent kimi. Uzunluğu təxminən 5 metrdir. Bu nə üçündür? Bunu eboksit istifadə edənlər, yəni qoyub üzərində eboksit tökürlər. Məsəl üçün qəlbin içinə tökmək üçün arxa tərəfinə bu yapışmır və həmin bunu qopardanda da həmin hissəsi şəffaf qalır. Bu onun üçündür. Belə bir lentdir. Sonra bu formada paketlər gəlib. Ondan sonra baxın. Bu formada toxunma güllər var. Baxın belə, bu formada toxunma güllərimiz gəlib. Yəni bunların hər birindən nümunə kimi sizə bir göstərirəm. Sonra iki cür pin gəlib, uzunluqları 7 santimetrdir. Baxın, həm başı yumru var bu formada, həm də mismar kimi olan uzunluqları 7 santimetrdir. Xüsusilə də bunun uzunluğuna görə əsas istənirdi. Bu doğrudur. Sonra iki cür bantik üçün kağız gəlib. Bu baxın, əlimdə sizə nümunə kimi göstərirəm, ölçüsünü təxmini biləsiniz. Bu birinci, bu da ikinci. Bunun buradan bu formada keçən yeri var, bantik oradan taxırlar. Buradan asılğanda yeri var vitrin üçün. Ondan sonra baxın, bu formada karabka var, bu açıq formadadır, belə yığılır. Baxın, mini. Uzunluğu təxminən 6 cm, eni 6.5 cm, hündürlüyü də təxminən 3 cm-dir. Üstə şəffafdır, belə bunu iplə, lentlə falan bağlayırlar üzərində. Sonra baxın, bantikin ortasından asılqan üçün aslamağa. Bunların ölçüsü bu böyük olandan deyil, bu ondan biraz xırdadır. Baxın, əlimdə tuturam. Bunun 3 rəngi var. Bu gümüşü üzərində sadə xamilyon, sonra gümüşü üzəri xamilyon olmayan qaşlar və bir də ki qızılı üzərində xamilyon qaşlar. Sonra bantikin ortasında istifadə olunan baxın bu qaşların cürəbəcər rəngləri gəlib. Onları sizə tək-tək göstərirəm. Sonra baxın, mini belə tül paketlər gəlib. Yəni ipi çəkirsiniz, yığılır. Baxın bu formada. Bunun da həmçinin baxın rəngləri var. Bir çox rəngi mövcuddur. Bu da çanta qulplarıdır. Kiçik və böyük ölçüdə. Sonra baxın, belə kanvaslarımız gəlib. Bunun həm şəffaf, həm qarası var. Bunun isə ancaq şəffaf rəngi var. Sonra baxın, eboksit istifadə edənlər üçün qəlblərimiz gəlib. Bu formada qəlbdir, bürcüdür. Yəni bundan içindən bürclər düzəltmək üçündür. Sonra bu da həmçinin bürcü üçündür. Amma bu biraz böyükdür. Və bir də bu formada var. Dairə formada düzəltmək üçün. Burlok düzəltmək üçün də əsasən. Məhsullarımızın hər bir mağazamızda var. Yaxınlaşıb əldə edə bilərsiniz və yaxud da nömrəmizlə əlaqə saxlayıb onlayn sifariş edə bilərsiniz. Kanalımızı izləməyə davam edin. Yəni hər dəfə yeni gələn məhsulları sizə göstəririk bir-bir hamısı.